Salam əziz dostlar, mən Anar İbrahimov. Bugünkü videomda sizə 6-cı sinif kitabında səhifə 70-də olan məsələ 16 və ondan sonraki məsələləri izah edəcəm. Bundan əvvəlki məsələləri əvvəlki videomda izah etmişəm, buyurub baxa bilərsiniz. Deməli, məsələ 16. 40% 10 litr duz məhlulu ilə 25% 20 litr duz məhlulu qarışdırıldı. Alınan məhlulun duzluluğun faizini təyin edin. Gəlin əvvəlcə baxaq. 40% 10 litr məhlulda neçə qram duz var? Məhlul bilirik ki, duz ilə suyun qarışığı birlikdə qarışığı məhlullarla, yəni onun tərkibində həm duz var, həm su. 40% məhlul dedikdə, yəni hər 100 qram məhlulumuzda, yəni su ilə duzun qarışığında 40 qram, yəni 40% duz var, 60% isə sudur. Yəni burada bu da 40% 10 litr məhlul dedikdə, gəlin tapaq ki, 10 litr məhlulumuzda neçə qram duz var? Hər 100 qramında 40 qramdırsa, 10 litrdə 10.000 qram yazırıq, vururuq 1000-ə. X qram duz var. X bərabərdir 40 vur 10.000 böl 100. Bu deyilir 4000 qram duz və yaxud 4 kiloqram duz. Düzdür? İndi gəlin tapaq 25% 20 litr məhlulumuzda neçə qram duz var? Yəni hər 100 qramında 25 qram duz varsa, 20.000 qram məhlulda 20 litr, yəni 20 vur 1000. 20.000 qram məhlulumuzda x qram duz var. X bərabərdir 20.000 vur 25 böl 100, bu deyilir 5000 qram. Yəni 5 kiloqram. Deməli, məhlulumuzun birində 40% məhlulumuzda 4 kiloqram, 25% məhlulumuzda isə 5 kiloqram duz var. Bu iki məhlulu qarışdırdıqda 10 litr su və 10 litr məhlul bağışlayın və 20 litr məhlul. Birlikdə 30 litr məhlul olur, duzdur. Onun da deməli 4 kiloqram birində, 5 kiloqram isə digərində duz var. Bu da elə cəmi 9 kiloqram duz. Deməli 30 litr məhluldur, onun da 9 kiloqramı duzdur. Gəlin tapaq ki, onun duzluluq faizi nə qədərdir? 30 litr məhlulumuzda 9000 qram və yaxud 9 kiloqram duz varsa, onun duzluluq faizi nə deməkdir? Yəni, hər 100 qram məhlulumuzda x qram duz var. Hər 30.000 qram məhlulda, yəni 30 litr məhlulumuzda 9000 qram, yəni 9 kiloqram duz var. Buradan tapılır ki, x bərabərdir 9000 vur 100 böl 30.000. Bu deyil 30 qram duz. Deməli, hər 100 qram məhlulumuzda 30 qram duz var. Bu da 30% məhlul deməkdir. Bu məsələ 16. Gəlin, indi keçək məsələ 17-yə. Deməli, 6-cı sinif kitabı səhifə 70, məsələ 17. Əkin sahəsi 60 hektardan artırılaraq 140 hektar oldu. Əkin sahəsi neçə faiz artırıldı? Gəlin, baxaq, əkin sahəsi neçə hektar artırılıb əvvəlcə? 60-dan 140-a artırılıbsa, deməli 140-dan 60 çıxırıq, 80 hektar deməli əkin sahəmiz artırılıb. İndi neçə faiz artırıldığını bilmək üçün tapmalıyıq ki, 80, 60-ın neçə faizidir? Bunu da yəni, ənənəvi tənasüb üsulu ilə həll edirik. Hər 100%imiz 60 hektardırsa, x faizimiz isə 80 hektardır. Yəni 80-60-ın neçə faizdir, onu tapmaq istəyirik. Buradan x bərabərdir 100 vur 80 böl 60. Bu deyilir 133,1 faiz. 133,1 faiz deməli əkin sahəsi artırılmışdır. Deməli, məsələ 18-i, bu da təxmini eynidir. Növbəti videomda məsələ 18-i izah edəcəm. Hələlik.